Bir də hər vaxtımız xeyir olsun əziz futbol azarkeşləri. İkinci hissədə yenidən bir yerdə. Bir daha xatırladaq. Xəzər Futbol Liqasında 14-cü sezon 5-ci tur çərçivəsində Fiora və Laçın komandaları üzləşir. Fasiləyə Fiora 3-2 hesabı ilə öndə yollandı. Laçın önündə görə. İkinci hissədə bizi nə gözləyir? Fasilədə edilən məşvərət söhbət. Ona necə yansıyacaq? Cavad Qarayev. Qolla qayıdır fasilədən. Laçın tərəfi görünür ki, fasilədə edilən söhbət komandaya yararlıdır. Uğurludur. Bilmirəm indi orada kapitan Yusuf Əsənov nə söylədi, nə dedi komanda yoldaşlarına, amma bu uğurlu alındı. 3-3. Hər şey yenidən başladı, hesab bərabərləşdi. Bəli, bəli. Nicat Əliyev, Əhməd Babazadə, Musa Bağırov. Musa iki hissədə rəqibim vadar etmişdim. Axta qola, həmçinin adlı komandada Məhməd Babazadə və Nicat Əliyev fərqlənən oyuncular. Digər tərəfdə isə biz qolları Rövşən Musayev, Cavad Qarayev Ramizin ifasında izləmişik. Qarayevin zərbəsi keçmir. Bu arada ikisindən fərqli olaraq bir əvəzətmə var məhz Fiorenin heyətində. Bu Telman Əsgərovdur. Eləməz qardaşını kapitan Elman Əsgərov əvəzləyib. Novruz Şəmiyev bir qədər daşı da ayaq saxladı. Səmti dəyişdi Məhməd Babazadə. Görə kim ilə oynayacaq? Babazadə özü zərbə indirmək seçir. Zərbədə isə top öz komanda yoldaşına dəymişdi. Yusuf Əsənov. Toplan qabağa gəl. Elmar Mahmudov. Elmar. Diaqonal doğru ötürmə. Cavadı düşün ötürmə ünvana çatdı. Qarayev. Sonlara bir qədər top özünə irəli buraxdı. Bəlkə də olmasaydı fərqli ssenari, fərqli nəticə izləyə bilərdik. Rövşən ötürməsi Elmar. Alt yerinə yetirilməlidir. Cavad Qarayev. Novruz Şəmiyev. Ramiz öndə pressing edirlər. 3 nəfər birgə təzyiq edir. Şəmiyev rəqiblərinin ətəsindən topu çıxardı. Üstünlük prinsipi burada. Novruz Şəmiyev. Yusuf yerindədir. Məhməd Babazadənin təkrar əmləsi. Burada Elmar Mahmudov. Qapısını sığortaladı. Əfraim oynamır. Musa, Məhməd. Musa Bağırov. Məhməd gözlətmədən səmti dəyişdi. Şəmiyev diaqonala doğru ötürmə Rövşən. Rəqibini qabaqlamışdı Yusuf Əsənov. Out. Yeni itirməlidir Fiora tərəfi Telman Əsgərov. Bir qədər göz gəzdirdi, görə kim ilə oynayacaq. Yanında Novruz Şəmiyev vardı. Ramizlə mübarizə apardı. Şəmiyev rəqibini aldatdı. Şəmiyev, bax burada qayda pozulub. Çox təhlükəli bir nöqtədən cərimə zərbəsi yerinə yetiriləcək. Fiora yenidən hesabda önə keçmək istəyir. Novruz Şəmiyev, hansı ki zərər çəkən özü zərbəni indirə bilər. Onun yanında Telman da var. Boşluq axtarır sanki Şəmiyev. Analiz edir qapı önünü. Yusuf Əsənov isə önünü bağladı. 3 nəfərdən ibarət canlı sədd qurdu. Görə duellanın qalib tərəfi kimdir? Endirilən zərbə. Şəmiyevin zərbəsi idi bu. Çərçivə düşmə mümkün olmur. Yusuf Əsənov. Elmar. Elçin Məmmədov. Ekranımızı bir balaca bəyənən zəhmət olmasa 10 minədən sonra deyənək 8400 ekran bəyənməmiz. 10 minədir qardaşlar, sonra deyənək zəhmət olmasa. Cavad Qarayev öndə qaldı. Efir davam dedi, Ramiz zərbə indirə bilmir. Bəyənənlər var olun, aşağıda darvız görəm.
Nicat Əliyev. Telman mərkəzdə ötürmək istəyirdi. Diaqana doğru ötürmə imkanına çatdı. Şəmiyev. Elmardan yayına bilmir. Keçid verməmişdi orada rəqibinə. At yerinə itirilməlidir. Telman Əsgərov. Nicat. Mərkəzə doğru Məhəmməd. Önünü almaq istəyir. Mir Yusif. Əksəmli ola bilər. Ramiz. Yaxşı gizlətdi topu. Cavad Qarayev. Qarayev. Bir qədər cəhd davranmalıydı. O bir anlıq düşünmə top itkisi ilə. Nəticələnə bilərdi. Qarayev top sanki ayağına yapışıb. Cavad Qarayev. Ramiz. Elmar Mahmudov. Yəqin ki, bu ötürməkdir. Zərbə deyildi. İndi korner izləyək. Qapçının elminin bir əmləsi var idi. Ramiz Məmmədzadə. Onun önünü bağladılar, geriyə qayıdır. Mir Yusiflə oynadı. Təbii ki, bu bir qədər də rəqiblərini üzərlərinə çəkərək müdafiədə boşluqlar tapmaq yönümlüdür. Out. Cavad. Rövşən Musayev özünü bir qədər çıxmaza saldı. Yusuf Əsənov. Məhəmməd Babazadə tamamladı. Çox şanssız bir epizod. Çox şanssız bir epizod. Mir Yusuf Əsənov qapısını tərk etdi. Topu uzaqlaşdırmaq istəyirdi. Ramizə dəyən top qapıya çərçivə istiqamətlənir. Məhəmməd Babazadə isə tamamladı. Dublunu rəsmiləşdirir Məhəmməd. 4-3. Fiore yenidən öndədir. Həqiqətən də çox başa-baş bir oyuna şahidik. Həsən ki, izləyənlər də mənə qatılar. Hesab arasındakı fərq minimum dəyişir. 1-1 dəyişir. 2-2, 3-2, 3-3 və 4-3. Novruz Şəmiyev. Açın təşəkkür. Alt yerinə itirilməlidir. Seyran Quluzadə. Elmarlı oynadı. Mahmudov. Görən edəcək bir qədər göz gəzirdi. Musayev. Var ötürməsi keçmədi. Məhəmməd Babazadə. Məhəmməd. Qapçının ön istiqamət olduğunu gördü. Yönümlü bir zərbə idi. Seyran Quluzadə. Bir qədər cinahal çəkildi. Şəmiyev şığıyır onun üzərinə. Novruz Şəmiyev qazandarı ötürməsi Telman. İtirməyə uğurlu alınmır. Musa Bağrov. Telmana doğru Əsgərov. Elçindən yaymaq istəyirdi, alınmadı Rövşən. Bir də xatırladaq Yeni Suraxanı stadionunda Fiore 4-3 hesabı ilə öndədir. Laçın önündə. Elmar mərkəzə doğru Rövşən. Bir qədər qapandı Fiore tərəfi. Müdafiə çəkiliblər bu dəqiqələrdə. Rəqibin əmləsini gözləyirlər. Əksizmə və kontratekdə meyil edəcəklər. Mir Yusif Əsənov. Mir Yusif. Özü qapıya zərbə endirmək səy etdi. Şəmiyev. Məhəmməd özünü göstərdi. Novruz. Nicat özünü təklif edirdi. Onunla oynatıb. İndirilən zərbə Mir Yusif kəmlədi. Özünə saxladı. Buraxmadı topu. Mir Yusif. Nicat. At yerinə itirməlidir. Topu içinə meydan tərk etmişdi. Telman Əsgərov. Musanın gerisinə qaldı Nicat. Musa Bağrov. Seyranın pressingi var idi. Musa. Elmar onun qarşısını kəsir. Nurəli Babayevlə əksəmli ola bilər. Nurəli bir qədər ayaq saxladı. Müdafiə yerləşdi yerinə. Elçin Məmmədov. Bu müdafiəni yarmaq istəyəcək Laçın tərəfi. Elmar. İkinci hissədə 10 dəqiqəni gerdə qoyuruq. Olar görüşdə son 15 dəqiqə görə qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? Ən əsas sual görüşü kim qələbə ilə tamamlayacaq? İrəliyən dəqiqələrdə
Bu sualın cavabını tapacağıq. Mehmet Babazadə surət hesabına yaxşı irələdi. Mehmet. Son 3 sualla bitmişdi epizodun. Ekranımızı beğənənlər var olun, 10.000 oldu. Hər biri bizi aralıqda minnətləram. Beğənənlər məsələ sizlərdən bəhs edirəm. Nə sualınız olsa çəkinmədən yaza bilərsiniz. Mən də cavablandırmağa hazıram. Musa Bağırov. Milyosif. Ötürmə qarşı bir zərbədə alamadı. Şəmiyev. Bir anlıq düşündü, qapısının ön istiqamətdə olduğunu gördü. Sonra uzaq məsafədən qapıya zərbə indirmə fikrindən daşınır. Seyran Quluzadə. Şəmiyev rəqibini qarşılamaq istəyir. Seyran. Geri qayıdır Elmar Mahmudov. Topu buraxdı Milyosif və Sərov. 4 oyuncu meydan rəqibət olma sitəsində mövqe tutub. Onlardan birini düşündü, ötürmə imkanına çatmadı. Məhəmməd Babazadə ara ötürməsi nicata çatmır. Hər ilən dəqiqə qarşılaşma sanki bir o qədər temp qatır. Cinə doğru ötürmə Nurəli Babayev. Milyosif görə kiminlə oynayacaq? Rövşən. İlk hissədə məhz belə bir epizodda buna bənzər bir nöqtədən indirdiyi zərbə ilə görüşdə tilsimi qırmışdı, qapının kilidini açmışdı bu səfər. Elmi Ağayev ona keçid yoxdur dedim. Yaxşı oynadılar Milyosif və Səhnov. Bugün qol vurmağa üstəklidir Milyosif. Səhnovun zərbəsi heç də pis alınmamışdı. Elmana keçid vermədi. Elman Əsgərovla işsizim şansı ola bilər Elman. Seyran top ələ keçirdi. Musa Bağırov komanda yoldaşının səhvini düzəltmək istəyir. Quluzadə. Seyran. Dəqiqələrdə Elmi divləşib qapısında. Alt yerinə yetirilməlidir. Qapısan sava hər kəs meydan rəqibət olma sitəsində mövqe tutub. Yenə Milyosif, yenə bir zərbə ola bilər. Telman ola bilməz dedi orada. Elçinin zərbəsi Elmiyə. Bərabərlik qolu üçün həmlələr edir. Və sanki qol gəlirəm deyir. Şəmiyev. Novruz Şəmiyev. Ya indi bir rəqibinə ötürməsi də pis alınmadı. Necat, yaxşı ötürmələr. Müfəssəl qurulmuş. Belə demək olar da amma nəticəsiz qaldım. Nəticə hasil olmadı. Hesab 4-3'dür. Laçın 4, daha doğrusu Laçın 3, Fiore 4. Meydanın sağ tərəfdə Fiore, sol tərəfdə Laçın çıxış edir. Fiore'nin yeni Suraxanı stadionda 4-3'lü üstünlüyü var. Şəmiyev. Nicatın ünlü istiqamətə ötürməsini verməyə bacardı Telman Əsgərov. Yenidən Nicata qaydarmaq istədi Elmar Mahmudov. Allah cəmlələr qarşılıqlı mübarizə izləyirik. Top haydi müdaxilə out. Şəmiyev. Sol ayaqla zərbə Milyosif. İkincisi daha maraqlı olacaq. Rövşən. Alt yerinə yetirilməlidir. Seyran Quluzadə durduğu nöqtədən zərbə indir amma dəqiq deyil. Top qapının üzərinə meydanı tərk edir. Musa Bağırov. Təxmin olaraq görüşdə son 9 dəqiqə qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? Elman Əsgərov. Təbii ki, Fiore tərəfi fərqi ikiyə yüksəldərək daha rahat mübarizə aparmaq istəyir. Laçın isə comeback üçün ilk öncə bərabərlik tapmalıdır məhz. Onlar hal-hazırda bərabərlik olmaq axtarırlar. Elmar Mahmudov, Nurəli Babayev. Elmar'a çatmadı. Rövşən ötürmə, Elmar və gol! Mahmudov tamamladı. Görünür ki, bugün tək kişi müdafiədə rəqibin qarşısını kəsmək, topu uzaqlaşdırmaq deyil.
Komandasına gol qazandırmada, gol vurmada bacarır. 4-4. Hesab bərabərləşir. Bəlkə də bu comeback müjdəsidir. Musa Bağırov. Təbii ki, Fiora tərəfdə asanlıqla oyunu əldən vermək istəməyəcək. Hətta bir qədər əvvəl canlı yayımızda bir ifadə oxudum ki, mən onu qatılıram. Fiora tərəfi ilk hissədə hər zaman inamlı mübarizə aparıb, amma ikinci hissədə bu mübarizəni sərgiləyə bilməyib. Və bir neçə dəfə də artıq məğlubiyyətlə üzləşiblər. Bu gün də onlardan birini müşahidə olacaq. Şəmiyev. Elmanla oynadı Əsərov. Yenidən Şəmiyev. Elmanın orada bir toxunuşu var idi. Nicat Əliyev. Nicat! Orada gözlətmədən zərbə endirmək lazım idi. Bəlkə də artıq qol deyə səsləndirmişdim. Elman Əsərov. Nicat Əliyev. Bir Yusuf yerindədir. Həsənov. Tanım baxımlı bir qola imza atmışdı bir Yusuf Həsənov. Qapdan digər qapı indirdiyi zərbə ilə fərqləndi. Bunu xatırladım, o sizə də xatırladım. Komandalar hələ ki bərabərliklə barışıblar. 4-4 hesab. İndirilən zərbə. Murəl Babayev bu bərabərlik pozmaq istəyirdi, alamadı. Həsən Şəmiyev, biz onu yenidən meydanda görürük. Şəmiyev. Ədalət təmsilçilik davam edib. Elmi Ağayev. İkramızı beyinə dostlar, qardaşlar, suallarınız olduqca da çəkinmədən yazın. Mən də cavablandırmağa hazıram. Bir Yusuf Həsənov. Bir Yusuf. Nicat qarşıladı. Var olun beynələr, aşağıda darıcı görün. Xəzər Futbol Liqasının 14-cü sezon qrup oyunudur. Məhz qrup oyunlar çərçivəsində bu görüşdə Fiora və Laçın komandaları üzrədir. Görüşdə bərabərlik var. Laçın 4, Fiora 4. Bəli. Kapitan ifasında Laçın adına gerilimlə başlamalıdır Elmar Mahmudov. Ramiz Məmmədzadə. Ramiz. Yerlə zərbə. Nicat Əliyev zərbənin qarşısını kəsir. Maçdağa dünən oynayıb, bugün yox. Dünən qələbə qazandılar. Səhv etmirəmsə qələbə qazanmışdılar. Ramiz. Nicat ötürməni qarşısını kəssə səvli ola bilərmi? Məhəmməd Babazadə. Babazadə aktivində 2 gol var, dubl edib. Ara ötürməsi 2 keçmədi. 14-cü sezon xatırladım ki, tam əvəzkar turnirdə peşəkar karyeraya malik. Onun üçün icazə verilmir. Bir qədər bunu nəzər alaq. Və görüşün artıq sonlarına yaxınlaşırıq. Odur ki, oyunçularda yorğunluq da hiss olunur. Oyunun əvvəlindən izləyənlər yəqin ki, mənə qatılar ki, kifayət qədər templi oyun oldu. Həmçinin məhsuldar bir görüşdü. 4-4'lü bərabərlik nə az nə çox 8 gol şahidi olmuşuq. Ramiz. Məmmədzadə. Yerə saldı topu Elçin. Siyatorovşan ötürmək istəyirdi. Musayev. Bir Yusuf Həsənov. Seyranlı düşünmüşdü Musa Bağırov. Müdafiədən keçilməz səddi. Qalasıb. İçin çox sağ ol. Var ol.
Mehmet Babazadə. Burada bir toxunuş var idi. Və korner. Ötürmək istəyir, zərbə cəhdi. Həsən Şəmiyev idi bu. Hesab 4-4'dür. Görək görüşün sona qədər olaraq komandalar yekunda sülh mü bağlayacaqlar, yoxsa bir gol oyunun taleyini həll mi edəcək? Elmar, Elçin Məmmədov bir qədər meydan üzərində olan səsinə doğru çəkildi. Fiore tərəfi qapandılar. Seyran Quluzadə, Musadan yayında. Serran! Korner krediti bucaq altında zərbə, qüvvətli zərbə idi amma sənən alda nəticə hasil olmadı. Elmi Ağayev, Şəmiyev çevirə bilmədi. İlyusuf Əsənov, Seyran Quluzadə. Yenə görə atıb uzanıb keçə biləcəkmi? Bu səfər alınmadı Elçin Məmmədov. Elmar Mahmudov. Elmar bir qədər göz gəzdirdi. Quluzadə. Akrobatik həmləyə etmişdim. Rəşən Musayev. İşte son 2 dəqiqə ədalət təmsilçisinin xatırlatması. Qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? Bir qədər Laçın tərəfi bu dəqiqələrdə məhz Fiore'nin cərmə meydansı səndəvərində məskən qurmaq istəyir. Şəmiyev, Nizat Əliyev. Əliyevin zərbəsi kifayət qədər təhlükələmlə idi. Seyran Quluzadə yenə Musa ilə üzləşdilər. Tez-tez bu ikilini üzə görürük. Ramiz Məmmədzadə, Elmar Mahmudov, Rövşən Musayev. Kiminlə oynayacaq? Rövşən özü zərbə indirmək seçir. Korner. Elmar Mahmudov, Seyran Quluzadə. Çox nöqtədən zərbə indirdi. Direyə dəydi. Əksəmli ola bilər. Elman Əsgərov kapitan önündə qaldı. 2 kapitan üzrədir. Elman! Yusuf'un müdaxiləsi var idi. Görüşün taleyini həll edə bilərdi kapitan Elman Əsgərov. Bir korneri yenə itirir Məhəmməd. Babazadəyə çatmadı. Nicat! Bəlkə də orada saxlayıb zərbə indirmək lazım idi. Musa Bağırov. Musa Bağırov Seyranla mübarizə apardı və Musaya qarşı qayda pozulub. Görüşdə son əmlələrdir, son cəhdlərdir. Çabudluq var idi. Musa qaydanı pozmuşdu. Standart vəziyyət. Görə birbaşa çərçivəyə istiqamətləndiriləcək, yoxsa ötürmədə ola bilər. Bu ötürmədə ev tapşırığına bənzir. Miryosuf Əsənov Məhəmməddən yayına bilmədi. Babazadə və bu vərəqədə birbaşa qırmızı vərəqə. Miryosuf Əsənov top itirdikdən sonra bilərək, təbii ki bilərək edilən bir faul idi. Məncə ağıllı bir əmlə idi. Çox yerində edilmiş bir əmlə. Məhəmməd artıq rəqibinə yayınırdı və topu qapıdan keçirəcəkdi. Miryosuf Əsənov komandasını bir nəfər azlıqda qoysa da bəlkə də məğlubiyyətdən xilas etdi. Rövşən Musayev. Son saniyələr, son cəhdlər. Rövşən. Şəmiyev. Şəmiyev! Alınmadı məsələ bu cəhdlədə. Rəqan Kərimov görüşü bitirdi. Maraqlı bir mübarizə izlədik. Komandalar sülh bağlayır. 4-4-lük bərabərliklə hər evə bir xalla dönür. Bu gözəl oyunçular iki komandaya təşəkkür edirik.
Və növbəti turlarda, növbəti oyunlarda uğurlar arzu edirik. Növbəti oyunlarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.